Yeganə ümid mənbəyi sənsən, ya Rəbb. Heç kim və heç kim bizə belə bir ümid verə bilməz. Ata, haçan ki biz gözlərimizi sənə tikirik, ya Rəbb. Necə ki Davud da deyir ki, gözlərimi dağlara dikmişəm. Hardan mənə kömək gələ bilər? Yeri, göy yaradandan. Və biz də ata sənə ümidlə yanaşırıq, ya Rəbb. Sənə gözlərimizi tikirik, ya Rəbb. Səndən istəyirik, səndən diləyirik, ya Rəbb. Ümid mənbəyimiz olan İsa Məsihimiz. Ya Rəbb, ya Rəbb, aç göylərin xeyrdar qapılarını. Ata, ümidsiz həyatımızı sənin ümidinlə, ya Rəbb, bütövləşdir, doldur, ya Rəbb. Səndən gələn ümid qoy bütün həyatımızın tamamilə ata, bütövlüyü olsun. İsa'nın ismində, İsa'nın adında. Ya Rəbb, qanaxma başından əziyyət çəkən qadın nə qədər həkimlərə müraciət etdi, nə qədər oraya buraya qaçdı. Vəziyyəti getdikcə də ağırlaşırdı. O zaman ki sənə üzünü tutdu. Sadəcə onun ətəyindən tutsam, sağalaram dedi. Ya Rəbb, ya Rəbb, bu ümid, bu inam onu tamamilə 12 il çəkdiyi bütün əzabdan, əziyyətdən onu azad etdi. Çünki ümid mənbəyi sənsən. İman mənbəyi sənsən, ya Rəbb. Qoy bütün bacı qardaşlarım, ya Rəbb, sənə bu cür yanaşa bilsinlər. Bu cür deyə bilsinlər ki, mən onun ətəyindən yapışa bilsəm. Mən ona üzümü tutsam, o zaman mən sağalacağam. O zaman mənim həyatım tamamilə başqa olacaq. Ya Rəbb, qoy hər bir kəs ata, ya Rəbb, gözlərini sadəcə və sadəcə sənə diksin. Dünyaya deyil. Ya Rəbb, gözlərini sənə diksin və səndən istəsin, səndən diləsin. Yeganə ümid mənbəyi sən deyilmisən, ya Rəbb? Bu gün dünyada nələr baş verir, ya Rəbb? Nələrlə qarşılaşırıq, ya Rəbb? Ya Rəbb, sən biz ata, düşdüyümüz o çərçivələrdən aldın, ya Rəbb. Ya Rəbb, ya Rəbb, o qorxunc həyatdan sən bizi aldın, ya Rəbb. Ya Rəbb, sən bizə həyat bəxş etdin. Yeganə həyat mənbəyi sənsən. Ya Rəbb, bizi doldurdun. Bizi dolğunlaşdırdın, ya Rəbb. Davam edirsən ata. Heç bir vaxt bizi tərk etmirsən. Hər gün, hər dəqiqə, hər saniyə sənin qarşına gələn övladlarına sən ata əlinin tumarını çəkirsən. Sağaldırsan, ya Rəbb. Borclardan azad edirsən. Yoxsulluqdan azad edirsən. Həyatını onlara tanıdırsan. Onları təliminlə, ya Rəbb, tərbiyənlə doldurursan, ya Rəbb. Dünyadan ayırırsan, ya Rəbb. Adəmin baxdığı kimi sən istəmirsən ki, biz də dünyada görünən, yaxşı görünən o meyvələrə alidə olaq ata. Sən bizi ata o yerlərdən uzaq tutmaq istəyirsən, ya Rəbb. O çirkablardan, ya Rəbb, dünyanın hər bir vəziyyətindən tamamilə uzaqlaşdırmaq istəyirsən, ya Rəbb. Sənə şükür olsun, sənə izzət olsun. Minnətdarıq biz sənə. Minnətdarıq var olan, var olmuş atamıza. Yeganə ümid mənbəyi olan atamıza. Yeganə xilaskarımıza. Qurtarıcımıza. Minnətdarıq ata. Yaradanımızın əlinin bizdə olmasına görə. Yaradanımızın ruhu bizdə olmasına görə. Minnətdarıq. Halleluya. Qoy hər bir kəs ata dünyanın hər bir saç başından, stresindən uzaqlaşıb sənə yaxınlaşsın. Və sənin həyatında, sənin ailəndə becərilsin, ya Rəbb. Və dua edirəm, ya Rəbb. Bütün ata dünyada baş verən hər bir vəziyyəti sənin huzurun altına gətirirəm. Qoy heç bir vəziyyət bizi ata bədbinləşdirməsin. Qoy heç bir ölüm kabusu bizə qorxu gətirə bilməsin. Qoy itirdiyimiz heç bir şey bizi özünə çəkə bilməsin. Və biz daimi sənə həmd edən, sənə şükür edən, sənə minnətdarlıq edən, sənin izzətin altında yaşayan övladlar olaq, ya Rəbb. Dua edib sənin əllərinə verirəm. Dua edib sənin ixtiyarına buraxıram hər bir məsihçi bacı qardaşlarımı. Uzaqda, yaxında olan, ya Rəbb. İş gözləyən qoy hər bir kəs, ata. O işin sahibi olsun, ya Rəbb. Ümidsizliyə qapılmasın. Sənin gözlərimin içinə baxsın.
Sənin əllərinin ata, ya Rəbb, o təmasını üzərində hiss etsin. Ya Rəbb, dua edirəm, sənin əllərinə verirəm. Hər bir işsiz qoy, ata, səndən aldığı ümidlə, imanla öz işinin sahibi olsun. Qoy nicat gözləyən hər bir bacı, qardaşlarım, övladlar, qoy ata sənin tərəfindən, sənin atılan imzanla o nicaha sahib olsunlar. İsa'nın ismində, İsa'nın adında. Qoy xəstəliklərinə çarə tapılmayan, xəstəliklərindən çaşıb qalan hər bir bacı qardaşlarım, ata, sənin huzurunda şəfa altına girsinlər. Sənin huzurunda o ümidə nail olsunlar. İsa'nın ismində, İsa'nın adında. Ya Rəbb, yeganə çarə sənsən, ya Rəbb. Yeganə çıxış yolu sənsən, ya Rəbb. Sənin qarşıva gətirirəm, ya Rəbb. Qoy nədənsə əziyyət çəkən, nədənsə ata, ya Rəbb, çaşbaş qalan ata, təlaşa düşən, hər bir kəs yolunu dəyişib, sənə səmtini tuta bilsin. Sənə istiqamətini yönləndirə bilsin. İsa'nın ismində, İsa'nın diri adında, ya Rəbb. Ya Rəbb, sən diriliş tanrısısan. Sən dirilərin ata, atasısan. Və bu gün ata sənin qarşıva gəlirəm və dua edirəm, ya Rəbb. Qoy hər bir bacı qardaşımın bütün sahələri ölülükdən dirilsin və sənin huzurun altında yaşamlarını qura bilsinlər. İsa'nın ismində, İsa Məsihin adında. Halleluya. Ya Rəbb, hər bir bacı qardaşıma o imanı, o ümidi ver. O ümid, o iman onların həyatlarını tamamilə dəyişdirsin. Elə bir dəyişmə gəlsin ki, ya Rəbb, həyatlara. Elə bir güc gəlsin ki, ya Rəbb, həyatlara. Heç kimdə bu həyat ola bilməz. Heç kim bu həyata nail ola bilməz. Yeganə həyat verən, bəxş edən sənsən, ya Rəbb. Yerin göyün sahibisən, ya Rəbb. Ya Rəbb, sən öncədən vardın, ya Rəbb. Sona qədər də ata bizi daimi idarə edən, bizi öz ruhunla dolduran Rəbb sən və atasan. Sən qarşıma gəlirəm, ya Rəbb. Sən huzurunda dayanıram bütün bacı qardaşlarımı. Bütün məsihçi övladları, sevilmiş, seçilmiş, dəyərləndirilmiş övladları sənin huzurun altına gətirirəm. Ya Rəbb, qoy heç kim insana baxaraq yaşamını qurmasın. Ya Rəbb, müqəddəs yazılara baxdıqca, müqəddəs yazıları oxuduqca, müqəddəs yazılarda dayandıqca ata, biz dəyişilə bilirik, ya Rəbb. Biz sənə daha da çox bağlana bilirik. Şükürlər olsun və izzətlər olsun. Sənə, ya Rəbb, minnətdarıq sənə. Hər şeyə görə biz sənə minnətdarıq. Yeganə atamıza, yeganə güc sahibimizə minnətdarıq. Var olan, var olmuş atamıza minnətdarıq. Ata, sən şükür olsun. Sən izzət olsun, ata. Halleluya. Halleluya, ya Rəbb. Halleluya. Bəlkə elə insan üçün ata, o qədər və o qədər çətindir ki, gördüyü vəziyyət, yaşadığı vəziyyət. Ancaq sən ata, o vəziyyətə onun gördüyü üçün baxmırsan. Sən bizim baxdığımız kimi heç bir vəziyyətə baxmırsan. Sən vəziyyətə ata, tamamilə fərqli şəkildə baxırsan. Sən bizim ata, o vəziyyətimizi özününküləşdir, ya Rəbb. Qoy biz də eyni şəkildə sənin baxdığın kimi biz hər bir vəziyyətə inamla, ümidlə yanaşa bilək. İsa Məsihin ismində adında. Halleluya, ata, harda olsaq da, çöllükdə, səhralıqda, ata, sənin bizə verəcək həyat suyun, həyat çörəyin var, ya Rəbb. Sən bizimlə olursansa, ata, sənin göylərinin qapıları bizi yedirdir və içirdir, ata. Çünki sənin kəlamın dedi, insan çörəklə yaşamaz. İnsan Rəbbin kəlamı ilə yaşar. Qoy sənin müqəddəs yazıların daimi bizi yedirdirsin və içizdirsin. Daima ata, dünyada gedən hər bir vəziyyətə qarşı biz tamamilə bir döyüşçü, hərbiçi rolunda dura bilək. Və sənə baxaraq tamamilə yaşamımızı dəyişdirə bilək. Sənin gözlərindən gələn o parlaqlığı biz içimizə doldura bilək. Nə yaxşı ki sən varsan, nə yaxşı ki bizim atamızsan. Halleluya, halleluya, halleluya. Ata,
oğul müqəddəs ruh naminə. Amin, amin, amin.